Salam əziz izləyicilər və Fikirli kanal takipçiləri. Bugün sizlərin qarşısında yenə möhtəşəm bir kontentlə qarşınızdayım dostlar. Bundan əvvəlki videomuzda Amazondan, yəni Amerikadan telefon gətizdirmək haqqında video çəkmişdik dostlar. Həqiqətən sərfəlidirmi və sərfəli deyilmi? O videonu da izləmək istəsəz, bu videonun açıqlama bölməsinə link əlavə etmişəm dostlar. Bu videomuzda Amazondan, yəni Amerikadan necə Azərbaycana notebook gətizdirə bilərik və bunların qiymət müqayisəsini eləyəcəyik dostlar. Əslində onun haqqında bizim bəzi videolarımızda videolar çəkmişik. Yəni bəzi videolarımızda var, amma bu videoda detallı bir şəkildə analiz eləyəcəm dostlar və qiymət müqayisəsi eləyəcəm. Və bunu birbaşa Azərbaycana necə gətirmək olur, gömrük xərcləri nə qədər olur, hamısını bir-bir sizlər üçün araşdırmışam dostlar və çox uzatmadan keçək komenterimizə bunların hamısını sizlərə göstərməyə çalışacağam dostlar. Dostlar, keçdik komenterimizə və bu şəkildə yenə Amazon saytımızı açmışıq. Əlavə sizlərə burada notebookların və yaxud da masaüstü kompüter satılırsa baxacağıq dostlar. Hamısının qiymət müqayisəsini edəcəyik və birbaşa bura gətizdirəndə, Azərbaycana gətizdirdikdə nə qədər xərci çıxır, həm $300 limitli və həm $300 limitini keçdikdə nə qədər xərci çıxır, hamısını bir-bir göstərəcəm dostlar. Bundan əvvəlki videolarımızda telefon müqayisəsi etmişik və Amerikadan, Amazondan telefon gətizdirdikdə nə qədər xərcləri olur, onun haqqında video çəkmişik dostlar. Əgər izləməmisinizsə, videonun açıqlama bölməsinə əlavə etmişik. Oradan klik eləyək, izləyə bilərsiniz dostlar. Əlavə xərcləri nədir? Notebooklara görə bildiyiniz kimi telefonlarda e-mail ödənişləri falan var. Onun üçün də o videonu izləmənizi tövsiyə eləyirəm. Və Amazon saytımızı açdıq və təbii ki, qiymət müqayisəsi eləyəcək. Dostlar, bugün yerli bazarları göstərməyəcəm. Yəni hər hansısa bir notebooku axtarış etmək istədikdə, yerli bazarda ola bilsin ki, hansısa bir notebooku görmüsünüz, qiymətini görmüsünüz. O notebookun adını kopyalayaraq siz Amazonda axtarış eləyə bilərsiniz. Misal üçün hansısa bir notebook buradan görmüsünüz. Mən indi misal çəkirəm. Fərqi yoxdur. Buradakı saytları göstərmək istəmirəm. Və yaxud da bunlarla hansısa bir sponsorluq bizim əlaqəmiz yoxdur dostlar. Yəni burada hansısa bir notebooku görmüsünüz. Misal üçün bunu görmüsünüz. Bunun adını kopyalayıb təzə notebook baxmanız daha yaxşıdır məncə. İkinci əl ola bilər çıxmasın. Adını kopyalayıb bura yazdıqda həmin notebookların qiyməti çıxır dostlar. Yəni mən bir dənə burada notebook yazacağam. Qiyməti neçədir? HP Pavilion 15.6 HD 16 GB RAM, 1 TB SSD store, yəni 1 TB-lıq SSD-si var. Intel Core prosesor 4.1 GHz. Deməli, üzərində başqa nə var? Baxın, $424 qiyməti var. Dostlar, ilk öncə sizlərə $300 limitini keçməmiş bir notebook gətizdirdikdə bizə neçəyə mal olur, onu göstərmək istəyirəm. Bildiyiniz kimi, əvvəlki videolarımda da dediyim kimi, $300 limitini keçmədikdə sizdən əlavə rüsum alınmır. Yəni heç bir halda əlavə gömrük rüsumu alınmır. Sadəcə daşınma şirkətinin, yerli şirkətinin çatdırılmaq üçün, yəni çəkiyə görə ödənişini eləyirsiniz. Amma əgər $300 limitini keçsiniz, əlavə gömrük rüsumları ödənilir. Yəni orada fərqli rüsumlar var. Dostlar, onları da birazdan sizlərə necə hesablamaq lazımdır, hamısını göstərəcəm. Baxın, burada Acer Aspire 3 A315 modelli notebookumuz var. $300'dır qiyməti. Yəni biraz aşağı qiymət olan notebooklar da var. Baxın, burada HP 14 laptop Intel Celeron prosesor. Celeron prosesorlar biraz zəifdir dostlar. Biraz yox, yəni ən zəifi bunlardır. Bunlardan aşağı da var, amma Atom prosesorlar var. Sadəcə bu Celeron zəif notebooklardır. $188 qiyməti var. Mən buna baxmaq istəyirəm. $300 qiyməti var dostlar. Baxın, gördüyünüz kimi bunun xüsusiyyətlərinə baxıb indi birazdan $300'ın məzənnəsini sizlər üçün göstərəcəm dostlar. Deməli, bu notebookumuzun xüsusiyyətləri, baxın, burada fərqli seçənəklər də var. Qiymət artır. Misal üçün burada fərqli modelləri var. Fərqli prosesoru olan, yəni yaddaşı biraz çox olan notebooklarımız var. Bu notebookumuz 128 GB SSD yaddaşı var. Baxaq, SSD deyil deyəsən, bir dənə baxım dostlar. DDR5 8 GB RAM-ı var. Aha, SSD-dir. 128 GB SSD yaddaşı var. Üzərində də Windows 11 Home işlətim sistemindən gəlir dostlar. Baxın, bu notebookumuz bu şəkildə qiyməti var. Deməli, $300 qiyməti var bunun. Buradan məzənnə çevirdikdə, dollar to az yazdıqda bu şəkildə ekrana, məzənnə çevirmək üçün ekran gəlir dostlar. Deməli, $300'ımız
Bax burada nə qədərdir qiyməti? 300 dollar, 299.99 dostlar 300 sayıram. 510 manat bu notebookumuzun bizim qiyməti var. Bunun qiymət müqayisəsi etmək üçün buradan adını kopyalayıb, baxın dostlar, bu şəkildə adını kopyalayıb gəlib burada yerli bazarlarda baxa bilərsiniz dostlar. Yəni mən indi burada göstərməyəcəm, video çox uzun tutmasın deyənə. Siz buradan istəsəz qiyməti yazıb buradan qiymət müqayisəsi eləyə bilərsiniz. Dostlar, hardasa belə deyim, mən bunu əvvəllər analiz eləmişəm. Notebooklarda arasında 100-150 manat, 200 manat fərq eləyir. Məhz siz burada 300 dollar limitini keçmədikdə sizə sərf eləyəcək, yəni əlavə rüsum da ödəməyəcəksiniz. Yəni bu notebookun adını kopyalayıb buradan axtarış eləyə bilərsiniz. Məsəl üçün burada yerli bazarlara girib bir-bir baxa bilərsiniz dostlar. Fərqi yoxdur, hansı sayt olur olsun. Misal üçün burada gördüyünüz kimi 869 manatdır. Burada misal üçün 949 manata satılır. Fərqli-fərqli, yəni mən indi buna göstərmək istəyirəm, fərqli saytlar da var. Deməli 300 dollarımız 510 manat. 300 dollar limitini keçmədiyimizə görə bizə əlavə rüsum tutulmur. Deməli biz daxil oluruq kargo şirkətinə. Mən Zamex-dən istifadə edirəm dostlar. Ola bilər ki, indi siz başqa bir kargo şirkətindən istifadə edə bilərsiniz. Məhz bu kargo şirkətinin məqsədi nədir? Amazon bildiyiniz kimi birbaşa Azərbaycana göndərim eləmir. Göndərəndə də baha olur. Baxın 101 dollara Azərbaycana göndərir. Amerikanın heç buradan Azərbaycan seçdikdə yazacaq ki, Azərbaycana göndərmir. Yəni bu yerli şirkətlərdən də istifadə etməyimizin səbəbi odur ki, bunların xaricdə anbarları olur. Hansı ki Amerikada və ya da Türkiyədə, yəni Amerikadan gətirirsə Amerikada da anbarları olur. Bu anbarların adresini bu şəkildə bura Amazona daxil edərək siz oradan gətizdirə bilirsiniz. Amma təbii ki, çəkiyə görə ödəniş alırlar. Burada tariflərimiz bölməsi var. İndi gələcək videolarımızda dostlar bunlardan qeydiyyatdan necə keçmək olar və sifariş necə vermək olar, hamısını bir-bir göstərəcəm. Amma qeyd edeyim ki, əvvəlki videolarımda dediyim kimi mütləq şəkildə gətizdirdiyiniz kargo şirkətinə əlaqə saxlayır, soruşun, notebook və ya da telefon gətizdirmək olurmu? İstisnalı hallarda bəzi kargo şirkətləri müvəqqəti olaraq xaricdən mal zakaz verməyi saxlayır dostlar, yəni sifariş verməyi saxlayır. Baxın, burada tariflər var dostlar. Misal üçün 0,01 kiloqramdan 0,1 kiloqrama qədər burada qiymətlər yazılır. Misal üçün 1 kiloqramdan 5 kiloqrama qədər hər kiloqrama görə 5,78 manat, dollar məzənnəsində isə 3,40 alınır. Yəni burada dostlar ABŞ seçsiniz, burada fərqli qiymətlər çıxır. Baxın, gördüyünüz kimi Türkiyədən gətizdirdikdə fərqli qiymətlər çıxır və burada Almaniyadan gətirirsinizsə Almaniyanı seçirsiniz, ABŞ seçirsizsə ABŞ-dan. Yəni biz buradan Amerikadan gətizdirdiyimiz üçün Amerikanın təriflərini seçirik. Misal üçün dostlar burada çəkiyə görə hesablanıb 0,75 kiloqramdan 1 kiloqrama qədər 15,81 hesablanır. Yəni burada mən nə demək istəyirəm? Misal üçün sizin notebookunuzun çəkisi əgər 1 kiloqramdırsa və ya da 1 kiloqramdan biraz artıqsa, təxmini bu notebooklar dostlar 1,7 kiloqram olur, 2 kiloqrama yaxın olur. Onun üçün nəzərə alınız ki, misal üçün bunun çəkisi 1 kiloqramdan 5 kiloqrama qədər olacaq. Atıram 1 kiloqramdan 15,72 düşürsə, sizin notebookunuz hardasa 2 kiloqramdırsa, burada hesablayın 15,72, lap 16 manatdan hesablayaq. 16 manatdan hesablasaq, buradan kalkulyatorumuzu açırıq. Misal üçün, buradan hesablayırsınız dostlar. Yəni 32 manat bizə kargo pulu gələcək bunun üzərinə. Bizə notebookumuzun qiyməti 510 manat. Üzərinə gəlirik 32 manat. Əlavə rüsum ödəmirik 300 dollar limitini keçmədiyimizə görə. Bu notebook bizə 540 manat, 42 manata gəlib oturur. Yəni əlavə olaraq dostlar, notebookun ölçüsünə görə, bəzi xüsusiyyətlərinə görə bu kargo ödənişi arta bilər. Sadəcə mən burada şifahi sizlərə hesabladım. Yəni də siz kargo şirkətinə yazıb soruşa bilərsiniz. Bu notebooku gətizdirmək istəyirəm. Bunun çəkisinə görə ödənişi təxmini nə qədər olacaq dostlar? 510 manata, yəni yerli bazarda da 800-900 manat arasıdır. Yəni burada bizə təsərrüf etmiş oluruq. Yəni təxmini yerli bazarda dostlar, yəni 800 manat olsa, lap ən aşağı qiymətə, bundan 542 manat çıxsıq dostlar, bu notebookdan biz 258-300 manat arası təsərrüf etmiş oluruq. Sərf eləyir dostlar, həqiqətən gətirib baxa bilər. Sadəcə bunun fərqi nədir? Yerli bazarda dostlar sizə garanti verirlər. Qızıl zəmanət kimi bəzi zəmanətləri var. Bir il ərzində nəsə oldu, aparıb qaytara bilirsiniz və ya da notebooku dəyişdirə bilirsiniz. Amma bu Amazonun birbaşa gətirdiyi belə şey olmur. Düzdür, xarab olduqda qaytarmaq olar. Yəni bura mən qaytarmamışam, asası araşdırıb indi video çəkmək istəyirəm.
hansısa bir məhsulu iradə eləməmişəm, amma qaranti söhbəti yoxdur dostlar. Buradan da bu qiymətlərinə baxa bilərsiniz. Bu belə dostlar. İndi isə 300 dollar limitini keçdikdə bizə nə qədər komissiya gəlir? Yəni 500 dollarlıq, 600 dollarlıq, 1000 dollarlıq bir notebook aldıqda bizə neçəyə başa gəlir? Onu hesablayaq. Məsəl üçün buradan baxıram, fərqli bir baxın buna baxmaq olar. 600 dollar qiyməti var, 599.99. 699.99 dollardan, yəni 700 dollardan 600 dollara endirim düşüb. Həmçinin dostlar, notebook alarkən endirimlə almağınızı tövsiyə eləyirəm. Baxın, bunun qiyməti 842 dollardır. Misal üçün, gəlin burada 842 dollara baxaq, buna baxaq. Bunun xüsusiyyətləri nələrdir? HP 17 laptop, deməli, Intel Core i7 12-ci nəsil 64 GB RAM, 2 TB SSD verilir bunun üzərində. Burada fərqli seçənəkləri də var. Ən ucuzu 16 GB RAM, 1 TB SSD ilə 648 dollardır. Biz 842 dollar olana baxırıq. Bu 910 dollar olan da var. Bunun 64 GB RAM-ı var. Bunda da 64 GB. Bunda sadəcə 1 TB SSD var. Bunda isə 2 TB-dır. Sadəcə bunun ola bilər bəlkə prosesor fərqi var. Deməli, burada əlavə xüsusiyyətlərinə baxa bilərsiniz. Bütün hər şeyini yazıblar bura. Wi-Fi modeli nədir, prosesor nədir, hamısını bir-bir araşdıra bilərsiniz dostlar. RAM-dakı 64 GB-dır. Deməli, notebookumuzun qiyməti 842 dollardır. Buradan yenə çeviririk. 842 dollarımız bizə gəlib çıxır bu. Bunun qiymətinə baxaq 1431 dollar. Yerli bazarda da araşdırmaq üçün həmçinin notebookun adını kopyalayırsınız. Misal üçün buradan bu şəkildə kopyalayıb gəlib yerli bazarda baxa bilərsiniz. Bu şəkildə. Dostlar, bu necə hesablanır? Mən buradan sizə bir dənə sadə variantını göstərəm. Əvvəl telefonda da göstərmişdim. İlk öncə daxil olursunuz gömrüyün rəsmi saytına, Smart Customs saytına daxil olursunuz dostlar. Əgər bundan qeydiyyatdan keçməmisinizsə, bunun da videosunu çəkmişik, amma gələcək videolarda ətraflı bir şəkildə Smart Customsdan qeydiyyatdan keçməyi, necə kargo şirkətinə qeydiyyatdan keçib adres yazmaq olar və telefon kimi, yəni notebook kimi elektron əşyaları necə sifariş vermək olar, hamısını bir-bir sizlərə göstərəcək dostlar. Hələ ki bu videolarda qiymət müqayisəsi edirik. Deməli, digital login deyirəm. Mən buradan qeydiyyatdan keçmişəm dostlar. Əgər keçməyi bilmirsinizsə, videolara gələcək dostlar. Əgər keçmisinizsə, buradan əlavə giriş eləyə bilərsiniz. Yəni asan imza ilə fərqi yoxdur. Sima ilə, rəqəmsal imza ilə və buradan digital login bölməsi var. Buradan keçid eləyə bilərsiniz dostlar. Yaxud da qeydiyyatdan keçə bilərsiniz dostlar. Telefondan qeydiyyatdan keçməyi sizə tövsiyə edirəm. Rahat telefondan dostlar. Buradan digital login deyirəm. Mən öz profilimə girirəm dostlar. Buradan istədiyiniz yerdən giriş eləyə bilərsiniz. Misal üçün burada gördüyünüz kimi fərqli seçənəklər var. Mən şəxsiyyət vəsiqəsi PIN kodundan deyəcəm və indi tez bir şəkildə giriş eləyək və sizlərə bunu göstərək dostlar. Profilimə daxil oluram. Profilimə daxil olduqda dostlar, burada dostlar səhifədə sadələşdirilmiş bəyannamə elektron ticarət bölməsi var. Buna bir kərə klik edirəm. Telefonda da eynidir, eyni menyudur dostlar. Deməli, burada məsələ nədir? Baxın, belə bir ekran gəlir. Mən indi 2 ədəd məhsul gətizdirmişəm. Burada 300 dollar limiti var dostlar. Yəni burada siz hər dəfə mal gətizdirəndə bu hesablanır 510 manat, yəni 300 dollar. Əgər bu 300 dollar limitini keçdikdə burada əlavə ödəniləcək rüsumlar bölməsinə rüsumlar gəlir. Siz onu ödəyirsiniz, sonra sizin məhsulunuz gəlir. Bu gömrük dəyərini, yəni alacağınız məhsulun nə qədər rüsumu var, onu öyrənmək üçün burada yeni bəyannamə bölməsi var. Yəni daha sonra belə bir ekran gəlir. Burada yoxlamaq üçün özümüzə bir dənə test üçün bir dənə tracking ID yazırıq. Yəni həqiqətən məhsul gətirmirik, sadəcə sizə göstərmək üçün eləyirəm dostlar ki, yəni biz buradan gətizdirdiyimiz notebookun dəyərini hesablayırıq ki, bizə nə qədər rüsum gələcək. Mal gətirən post, hansı karqodan gətizdirirsə onu seçirsiniz. Mən buradan test üçün Azərpostu seçəcəm. Malı göndərən ölkə, hansı ölkədən gətizdirirsə o ölkəni seçirsiniz. Misal biz Amerikadan gətiririk. Satış edən ünvan Amazondur təbii ki, mən ona görə Amazon yazıram. Və yazdıqda burada iləri düyməsini sıxırıq. İləri düyməsini sıxdıqda belə bir ekran gəlir. Burada yeni mal əlavə edin bölməsi var. Onu sıxırıq və burada nə gətiririksə onu hərfi ilə seçirik dostlar. Misal üçün malın aid olduğu əsas qrupu seçin. Buradan qrupu seçirik. Misal üçün elektronikası, elektronika seçirsiniz
Biraz aşağı enirik. Burada baxaq ki, kompüter və ona aid olan aksesuarlar bölməsini seçirəm. İkinci seçənəkdə olan xanamıza isə malın aid olduğu alt qrup. Yəni buradan mən kompüteri seçmək istəyirəm, notebook seçmək istəyirəm. Baxın, monoblok. Əgər monoblokdursa monoblok, masaüstü kompüterdirsə masaüstü kompüter, modemdirsə modem seçirsiniz və notebookdursa notebook. Baxın, bu netbookla notebooku səhv salmayın. Netbook balaca olan kompüterlərdir, lap xırda iş üçün. Notebook isə bildiyimiz bizim notebookdur. Monoblok fərqlidir. Bunlar haqqında indi əlavə məlumat verərəmsə, monoblok sistem bloku içərisində olan monobloklar var dostlar. Monitorun içərisində olandır. Masaüstü bildiyiniz kimi hamının bildiyi masaüstüdür, masaüstü kompüter. Biz burada notebook gətirdik, onun üçün notebooku seçirik. Burada dostlar, bu xanamızda isə invoice qiymətini soruşur bizdən. Misal üçün, burada valyuta seçənəyi var. Əgər Azərbaycan manatından siz gətirirsiniz, Azərbaycan manatı, ABŞ dollarıdırsa ABŞ dolları. Biz burada Amerikadan zakaz veririk, onun üçün Amerikada dollarla görsənir. Biz buradan ABŞ dollarını seçirik. Misal üçün, bizim məhsulumuz nə qədərdir? Bu məhsulun qiyməti 842 dollardır. Gəlirsiniz bura 842 dollar yazırsınız. 842 yazdıqda burada daşınma xərci var. Daşınma xərci də misal üçün bizə gəlib çıxır. Burada tariflər var. Mən indi burada göstərmək üçün edirəm. Siz real zakaz verdikdə, sifariş verdikdə bu daşınma xərci sizlərə zaten görsənəcək dostlar. Misal üçün 20 dollar deyirəm. 20 dollar bunun daşınma xərci var. Miqdardakı bir ədəd gətirir. Bu yəni çox sifariş verməyinizi məsləhət görmürəm. Çünki saxlanıla bilər satış məqsədilə. Mən bir ədəd yazıram və əlavə et bölməsi var. Əlavə etdikdə bizə ümumi gömrüyün rüsumunu hesablayıb təqdim edir dostlar. Misal üçün biz burada gətirdiyimiz məhsulun 842 dollar dəyəri varsa, biz ödəyirik 316.49 manat rüsum ödəyirik. Burada rüsumlar hamısı qeyd olunub. Gömrük itiqal rüsumu 51.57, ƏDV də ödəyirik dostlar. 194.92, gömrük yığımları 60 manat, elektron xidmət haqqı 10 manat. Yəni bunlar bu qiymətə biz gətirdirdikdə biz 316.49, yəni 317 manat əlavə rüsum ödəyirik. Dostlar, yenə də özünüz girib dəqiqləşdirin. İstərsiniz buradan canlı dəstəkləri də var, oradan yaza bilərsiniz dostlar. Çıxa bilərsiniz. Yəni mən bu şəkildə hesabladım. Yəni misal üçün siz buradan düzəliş eləyək. 1000 dollarlıq bir şey gətirirsə 1000 dollar yazırsınız və əlavə etdikdə burada gömrük dəyərini yazacaq 380 manat. Yəni bu tutaq ki bizə 842 nə qədər idi bunun məhsulun qiyməti? 842 dollar. Deməli dostlar 842 dollar yazaq bura. 842 dollar. Burada mənim əlavə gətirdiyim məhsullar var, onu da hesablayır. Ona görə təxmini buradan çıxacaq 316 yox 300 dollar manat deyək. Məsələn 842 dollar bizə gəlib çıxır 1431 manata, 1431 manata. Bunun üzərinə 300 manat gömrük rüsumu gəlir. Gəlib çıxır bizə 1731 manat. Təbii ki bunun üzərinə kargo da gəlir. 30 manatda kargo deyək dostlar. Təxmini 2 kiloqrama nə qədər düşür? Buradan baxa bilərsiniz. Məsələn 2 kiloqrama atıram 16 manatdan düşür 20-32 manat. Misal üçün 30 manat, 32 manat belə salaq, 32 manat salaq. Üstə gəl 32 manata daşınma xərci. Bu notebook bizə gəlir 1763 manata. Bunu da yəni yerli bazarda qiymət müqayisəsi eləyə bilərsiniz. Misal üçün buradan yerli bazardan qiymət müqayisəsi və yaxud da yerli bazarda gördüyünüz bir notebookun qiymətini müqayisə eləyə bilərsiniz dostlar. Baxın, burada bu şəkildə qiymət yazdıqda yerli bazarlarda da qiyməti çıxır. Yəni notebookdan təsərrüf eləyirəm. Bu da məncə sərf eləyər. Məsələn, burada bu notebookun adını yazdıqda fərqli xüsusiyyətlərinə baxın, ayrı olmasın. Burada notebookumuza daxil olub. Məsələn, burada notebookların qiymətinə bir-bir baxa bilərsiniz dostlar. Yəni qiymət müqayisəsi eləyə bilərsiniz. Baxın, bu saytda da var, bu saytda da var. Yəni aşağı-yuxarı, misal üçün belə deyək, bu notebook 1700 manatsa, burada 2000-2500 arasında ola bilir dostlar. Yəni bu şəkildə qiymət müqayisəsi eləmək mümkündür. Əlavə olaraq başqa notebooklara da baxa bilərsiniz. Məsələn, bu 204 dollardır, bu biraz uyğun qiymətədir. Bu 800, bu 534. Yəni dostlar, bu necə hesablanır? Yəni mən belə deyim dostlar. Misal üçün 800 dollara bir notebook gətirirsinizsə, bunun 300 dollarını çıxarıb yerdə qalan rüsumunu hesablayır. Amma ən dəqiqi burada göstərdiyim kimi buradan hesablamalısınız.
Yəni faktdır ki, burada hazır şəkildə sizə məbləğini göstərir. Yenə də əlaqəyə çıxıb soruşa bilərsiniz. Nəsə sual varsa gömrük saytından soruşa bilərsiniz və ya zəng eləyə bilərsiniz. Bu şəkildə əlaqə nömrələri var. Yəni bunu burada, amma bunu hesabatdan sonra məsləhət görürəm ki, buradan silin dostlar, burada qalmasın. Yəni bu şəkildə. Yəni ümid edirəm ki, aydın oldu. Əlavə halınızda sual qalmaz. Qeyd edim ki, gələn videolarımızda buradan qeydiyyatdan keçmək və sifariş verməyi göstərəcəm. Canlı sifariş verəcəm dostlar. Əlavə suallarınız olsa kommentlər bölməsinə yazın. Nəsə bir səhvimiz olsa, videoda səhv bir məlumat versə, düzəldin dostlar. Kommentlərdə yazın. Bizim də sizin fikirlərinizi bir-bir oxuyuruq dostlar. Təqdim etdiyi Fikirli kanal.